Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Bugün belə bir gözəl tortla sizin qarşınıza gəldim. İnşallah bu tortumdan da yararlanarsınız və dəstəyinizi əsirgəməzsiniz. Tortun bütün püf nöqtələrin hər birini videonun içərisində demişəm. İnşallah siz də diqqətlə qulaq asın və yararlanın. Tortu axşamdan yığmışam. Tort özünü səhərə qədər tutub. Tortun tərkibi sneakersdir. Hündürlüyü gördüyünüz kimi 11 santimetrdir. Çəkisi 3 kilo 400'dür xanımlar. 20 diametrli formada hazırlamışam. Şəkər xəmiri ilə olduğu üçün biraz da çəki çox oldu. Bu qayda ilə şəkər xəmirini örtdüm. Sonra isə orta hissəsinə də dairə şəkər xəmiri kəsib yapışdırdım. Kənarlarına biraz su vururam. Sonra isə bax əlimlə bu qayda ilə hər bir tərəfini otuzdururam. Birləşdirirəm. Hər bir tərəfi eyni qaydada olsun və yenidən artıq çıxan şəkər xəmirini qayçı ilə kəsib götürürəm. Və yenidən əlimlə sıxıram kənarlarını, dalğavari formaya salıram. Tort soyuq olduğu üçün xanımlar heç bir problem yaratmır. Şəkər xəmiri tortun üzərinə düşsəyim bərkiyir. Bu cürə dalğavari edirəm xanımlar. Necə qoyursunuzsa o qaydada da qalır. Biraz səbir tələb edir, ancaq ki axırda nəticə çox gözəl olur. Sonra isə orta hissəsinə yenidən şəkər xəmirini bacardığımız qədər lap nazik yayırıq. Orta hissəsinə bax belə qoydum, büzülmüş halda. Yumru penoplastdan istifadə etdim xanımlar, çünki bunu da əgər mən şəkər xəmiri ilə etsəydim, hardasa yarım kilo çəkisi olardı. Odur ki, penoplastın üzərinə şəkər xəmiri örtdüm. Penoplastın üzərinə bir balaca gel çəkdim. Sonra isə şəkər xəmiri ilə örtdüm. Sonra isə rakuşkalarını, ulduzlarını belə bir formadan çıxardıram. Yəni biraz bunlar xırda işdir, ancaq çalışdım ki, bütün xırdalıqları sizə çəkim görsədim. Siz də nəticədən yararlanasınız. Yəni nə qədər xırda rakuşkalardan, ulduzlardan istifadə etsəniz, xırda da daha gözəl görsənir. Bu cürə də formaları indi hər kəs bilir, şirniyyat ləvazimatları mağazalarında boldur. Münasib qiymətə olanları da var, bahalıları da var. Hər kəsən öz büdcəsinə görə alıb işlədir. Sonra isə belə bir kardon kəsdim. Kardonu isə şəkər xəmiri ilə örtdüm. Kənarlarını bir balaca nəmləşdirirəm və yenidən artıq şəkər xəmirini kəsirəm. Onu da deyim ki, şəkər xəmirinə yarım çay qaşığı taylos əlavə etmişəm. Əlimlə belə bir rakuşka formasına, balıq qulaq formasına salıram. Yine bunun da kənarlarını dalğavari edirəm. İçəri hissəsinə də eyni qayda ilə əlimlə çəkib hazırlayıram. İnşallah bütün xırdalıqları sizlərə izah etdim. Yəqin ki, siz də mənim əziyyətimi nəticələndirərsiniz. İnşallah videomu gözəl sözlər alt hissəsindən yazarsınız. Suallarınızı da inşallah vaxt tapdıqca cavablandıraram. Gördüğünüz kimi mirvarini orta hissəsindən qoydum və üst hissəsindən də həmin bu hazırladığımız rakuşkanı. Kənarlarına da hazırladığımız ulduzları su vasitəsilə
yapışdırıram. Bir balaca nəmləşdirib yapışdırıram. Mən belə bir nazik ip formasında da kant koydum ora. Gördüğünüz kimi biraz da gözəl görsənsin deyənə onu isə gümüşü rənglə rəngləyəcəm. Bütün hazırladığım xırda detalları tortun kənarlarına düzürəm və orta hissəsinə də xırda mirvarilərdən istifadə edirəm. Belə bir gözəllik alınır. Gördüğünüz kimi dediyim kimi həmin o nazik kanta gümüşü rəng çəkdim. Biraz da gözəl görsənsin deyə. İnandırım sizi ki, canlı lap gözəl görsənir. Sonra isə gümüşü kandürünlə tam ağ kandürünə, daha doğrusu ağ kandürünlə tortun üzərini rəngləyirəm. Biraz da parlovka verirəm. Dediyim kimi canlı çox möhtəşəm, gözəl görsənir xanımlar. Bax belə bir gözəllik sizin qarşınızda yaratdım. İnşallah bu videomdan da yararlanarsınız. Fikirlərinizi bölüşərək kanalıma dəstək olsanız çox gözəl olar xanımlar. Bütün suallarınıza demək olar ki, videonun içərisində də cavab verirəm. Hətta vaxt tapdıqca alt bölümündən də yazıram. Allah'a əmanət olun. Hələlik.